Salam, hər vaxtınız xeyir olsun. Mən Həvva Zamirli, FES Akademiyanın Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Leksika mövzusunda 20 suallıq sınaq izahını sizə bu videoda təqdim edəcəm. Bu videodan həm abituriyentlər, həm ibtidai sinif müəllimləri, həm də demək filologiya üzrə miq və sertifikasiya imtahanına hazırlaşan müdavimlər faydalana bilərlər. Demək, keçək birinci sualın izahına. Hansı cümlədə bütün sözləri qarşılığı ilə əvəz etmək olar? Demək, biz bütün sözlərin qarşılığını tapmalıyıq. Buna uyğun olan cümlə, demək bu A variantıdır. Burada variant qeyd olunmayıb. Özümüz qeyd edək, bu A variantıdır. Deməli, düzgün cavabı birbaşa izah edəcəm burada. Xalqımız torpaq uğrunda vuruşanları unutmur. Xalqımız, millətimiz torpaq uğrunda, vətən uğrunda deyə bilərik. Uğrunda naminə, vuruşanları, döyüşənləri, savaşanları unutmur, yaddan çıxartmır. Demək, bütün sözlərin qarşılığı olduğu Y variantı düzgün cavabdır. Digər variantlarda isə baxsanız bəzi sözlərin izahını, daha doğrusu qarşılığını tapa bilməyəcəksiniz. Növbəti sualın izahına keçək. Hansı sözün sinoniminə aid nümunə yoxdur? Nabələd yad deməkdir. Bərq parıltı deməkdir. Bəxtiyar məsud deməkdir. Pünhan xəlvət deməkdir. Hilal sözünün deməli sinonimi yoxdur. Burada hilal ay deməkdir. Keçirik növbəti sualın izahına. Hansı cümlədə kökü feillə amonim olan söz işlənib? Kökü feillə amonim olan. Deməli, burada sıxıntılar sözü var, amonim kökü olan, amma burada sıx feilidir. Sıx sifəti olsaydı, onun kökünü feillə amonim götürmək olardı. Kökünün feil olduğunu nədən bilirik? Çünki ıntı şəkilçisi feillərə qoşularaq ad düzəldir. Sıxıntı, qırıntı, çöküntü, görüntü və s. Deməli, kökü feildirsə, kökü feillə amonim olmaz. A variantını çıxırıq. Burada isə B variantında düz sözü var. Düz sözü amonim sözdür, amma kökünün feil olub olmadığını necə tapacağıq? Deməli, bu sözə artırılan şəkilçiyə baxaraq düzülmüşdülər. Ül şəkilçisi feildən feil düzəldər. Deməli, kökü bunun da feildir. Feillə amonim olan söz deyil. Bu əşyaları sabah bizə yollayarsan. Burada yol sözü var. Deməli, yol sözünün buradakı kökünün isim ya da feil olduğunu bilmək üçün şəkilçiyə baxacağıq. Lalə şəkilçisi adlardan feil düzəldir. Yağlamaq, duzlamaq, yollamaq, salamlamaq və s. Deməli, yol isimdir. Yolmaq feili ilə amonimlik təşkil edir. Cavabımız olacaq C variantı. Növbəti sual, hansı cümlədəki düzəltmə sözün kökü feillə amonim olan sözdür? İndi biz artıq düzəltmə sözlərə baxmalıyıq. Burada çox vaxtı uzatmamaq üçün birbaşa cavabı sizə izah eləyəcəm. Burada dini sözü var ki, düzəltmə sözdür və dinmək feili ilə amonimdir. Buradakı din isimdir. Din ismindən dini sifəti yaranıb. İvi şəkilçisi artırmaqla düzəltmə sifəti yaranıb. Kökü dinmək feili ilə amonimlik təşkil edir. Düzgün cavab olacaq Y variantı. Növbəti sualın izahına keçək. Qabiliyyət sözünün leksik xüsusiyyətləri ilə bağlı səhv fikirlər hansılardır? Deməli, leksik mənası bacarıq deməkdir. Qabiliyyət bacarıq deməkdir. Bu düz fikirdir. Bizə səhv fikirlər lazımdır. Deməli, bir olan variantları çıxırıq. Köhnəlmiş sözdür. Xeyr, səhv fikirdir. Deməli, 2 olan variantı seçilməlidir. Sinonimi yoxdur. Qabiliyyət elə bacarıq deməksə, demək ki, sinonimi var. Sinonimi yoxdur deyirsə, bəli, bu da səhv fikirdir. Deməli, elə bunu götürəcəyik. Amonim kimi işlənə bilmir. Qabiliyyət amonim deyil, doğrudur. 4 çıxılacaq. Doğru fikir olaraq. Qalibiyyət sözü ilə antonimdir. Qabiliyyətlə qalibiyyətin heç bir məna əlaqəsi yoxdur. Ona görə də deməli 5 də yanlış fikirdir. Cavabımız olacaq 2, 3 və 5. Keçirik 6-cı sualın izahına. Sözlərdən hansının müxtəlif qrammatik mənaları olsa da yalnız bir leksik mənası var. Bu o deməkdir ki, elə bir söz seçməliyik ki, bu sözün qrammatik mənaları çox olsun. Yəni, bir neçə nitq səsi kimi işlənə bilsin, ən azı 2 nitq səsi kimi işlənə bilsin. Amma onlardan bir mənası yalnız əsas nitq səsi olsun. Yəni, leksik mənası bir dənə olsun. Deməli, burada cavabımız olacaq qədər sözü. Ona görə ki, qədər həm qoşma, həm də isim kimi işlənir. Deməli, 2 qrammatik mənası var. İsim olması və qoşma olması. Amma bunlardan biri əsas nitq səsidir. İsim kimi leksik mənası var. Qoşma kimi leksik mənası yoxdur. Ona görə cavabımız Y variantıdır. Keçirik növbəti sualın izahına. Müxtəlif nitq hissələrinə aid amonimləri müəyyənləşdirin. Deməli, kütlə
kütlə, çəki mənası var, bir də xalq mənası. Hər iki mənada isimdir. Deməli, müxtəlif nitq hissələrinə aid deyil. Bir olan variantları çıxarıq. Qala, qalamaq feili var, qala ismi var. Deməli, 2 ilə olan cavab götürüləcək. Sonra köç, köçmək feili, bir də köç ismi. Deməli, müxtəlif nitq hissələridir. 3 də olacaq cavabın içərisində. Avtomatik Y variantı da çıxıldı. Gün sözü eyni nitq hissəsinə aiddir. İnci sözü incimək feili və inci ismi olaraq amonimliyin tayları müxtəlif nitq hissələri cavabımız olacaq A variantı. Keçirik 8-ci sualın izahına. Səhlənkar sözünün leksik təhlili ilə bağlı fikirlər doğru, yanlış, doğru, yanlış, doğru ardıcıllığı ilə sıralanıb. Bu şərt harda pozulub? Bizdən bunu soruşur. Səhlənkar məsuliyyətli sözü ilə antonimdir. Doğru fikirdir. Deməli, şərt pozulmayıb burada. Çox mənalı olmayan bu söz arxaizmdir. Yanlışdır, arxaizm deyil. Deməli, yanlış, ikinci fikir yanlış olmalıydı və yanlışdır, uyğundur. Amonimliyi olmayan sözdür. Səhlənkarın amonimliyi yoxdur, doğru fikirdir. Başı soyuq sözü ilə sinonimdir. Bəli, bu da doğru fikirdir. Amma dördüncü fikir bizdə yanlış olmalıydı, baxın. Ona görə də uyğunsuz fikir buradadır. Cavab olacaq D variantı. Keçirik 9-cu sualın izahına. Fikirlərdən yalnız birinin aid olduğu variantı müəyyən edin. Frazeoloji birləşmədir, həqiqi mənadadır. Deməli, 9-cu sualda yola düşmək həm frazeoloji birləşmə ola bilir, həm də həqiqi mənalı ifadə ola bilir. Ona görə A variantını çıxırıq. Başına vurmaq. Başına vurmaq, başına qalxmaq mənasında. Məcazi mənası da var frazeoloji birləşmə kimi, həm də başına vurmağın həqiqi mənası da var. Deməli, bu hər iki xanaya uyğundur. Tutduğunu buraxmamaq, inadkar olmaq mənasında frazeoloji birləşmədir. Bir də həqiqi mənada tutduğunu buraxmamaq olarsa, hər iki xanaya uyğun gedir. Boğazında qalmaq. Yediyimiz bir şey boğazımıza ilişərsə, bu həqiqi mənadadır. Amma boğazında qalmaq, arzusuna çatmamaq, niyyətinin puç olması mənasında frazeoloji birləşmədir. Deməli, həm məcazi, həm həqiqi ola bildi. Baş beyni getmək ifadəsi yalnız məcazi mənada işlənə bilir. Bunu birinci xanaya aid edə bilirik, ikinci aid edə bilmirik. Ona görə cavabımız olacaq Y variantı. Keçirik növbəti sualın izahına. Hansı sözün leksik mənası müxtəlif cür düşünülsə də qrammatik mənası sabit qalır? Yəni, demək istəyir ki, söz amonimdir, müxtəlif leksik mənaları var, amma eyni nitq hissəsinə aid amonimdir. Deməli, burada elə bizim cavabımız olacaq xal sözü. Çünki xal sözünün hər bir mənada deməli isim olduğunu bilirik. Xal üzdə olan xal da olsa və yaxud da yarışda toplanılan xal da olsa, bunlar hər ikisi isimdir deyə qrammatik mənası sabitdir, amma leksik mənaları dəyişir. Cavab olacaq D variantı. 11-ci sualın izahına baxaq. Hansı cümlədə yağış torpağa can verdi nümunəsində fərqləndirilən ifadənin sinonimi işlənib? Deməli, can verdinin sinonimi lazım bizə. Frazeoloji birləşmənin sinonimi mütləq şəkildə frazeoloji olmalıdır. Baxaq, aldığı sonuncu zərbəyə tab gətirməyib dünyadan köçdü. Burada can vermək amonim frazeoloji birləşmədir ümumiyyətlə və bir mənası həyat bəxş etmək, yəni canlandırmaq, diriltməkdirsə, digər mənası ölməkdir. İndi sonuncu zərbədən dünyadan köçdü deyirsə, burada ölmək mənasındadır deməli. Torpağa yağış ölməz. Düzdürmü? Həyat verər, can verər, dirildər mənasında bizə lazımdır. Deməli, yüzlərlə igid canından keçdi. Burada da ölmək mənasındadır. Sonra, vəfat etmək. Bu, ümumiyyətlə, frazeoloji birləşmə deyil ki, sinonim olsun. Bundan başqa, anasının bu sözləri oğluna həyat verdi. Bəli, həyat vermək, diriltmək, yaşatmaq, can vermək mənasında frazeoloji sinonim ola bilər. Həyat vermək və can vermək ifadələri. Düzdür, cavab olacaq D variantı. Keçirik 12-ci suala. Fərqləndirilən sözlərin bir-biri ilə antonim olduğu nümunələri seçin. Demək, fərqləndirilən sözlər bir-biri ilə antonim olmalıdır. Baxaq. Vəfa, bivəfa. Bildiyimiz kimi antonimlərin kökləri eyni nitq hissəsi ola bilməz. Daha doğrusu kökləri eyni söz ola bilməz, eyni kök ola bilməz və şəkilçi ilə antonimlik yarana bilməz. Deməli, birinci nümunədəki vəfa, bivəfa sözləri antonim deyil. Ona görə biri çıxırıq. Birlə olan variantlar çıxılır. Gecə yaman uzun oldu, gündüzlər ondan betər. Deməli, gecə və gündüz sözləri antonimdir. Cavabımızda bu yer ala bilər. İkinci fikir doğru. Uzunluğu yaxşı idi, amma mənə qısa paltar lazım idi. Uzunluq isimdir, qısa isə sifətdir. Deməli, müxtəlif nitq hissələri antonim ola bilməz. Ona görə də üçü də çıxırıq variantlardan.
4-ə baxırıq. Müharibə olmasa kaş hər zaman sülhlə yaşasaq. Müharibə və sülh sözləri hər ikisi isimdir və əks mənalar bildirir. Ona görə antonim olar. Oğlan çox əfəl idi. Bizə daha diribaş insanlar gərəkdir. Əfəl və diribaş sözləri eyni nitq səsidir və əks mənalar bildirdiyi üçün antonim sayılacaq. Cavab olacaq A variantı. Keçirik 13-cü sualın izahına. Cədvələ əsasən doğru variantları müəyyən edin. Frazeoloji birləşmə, sinonimi və mənası. Frazeoloji birləşmənin sinonimi yenə də frazeoloji birləşmə olmalıdır, yəni məcazi məna daşımalıdır. Mənası isə izah olunmalıdır. 3-cü sütunda da məna verilməlidir. Gəlin baxaq. Deməli, istiqamət almaq, üz tutmaq deməkdir. Bəli, frazeoloji birləşmədir. Hər ikisi sinonim sayıla bilər. Mənası müraciət etmək olmaz amma. Deməli, 2 səhv fikirdir. Amma 1 doğru fikirdir. Üz tutmaq deməkdir. Üzü gülmək, aynası açılmaq. Bəli, bu bunun sinonimi olacaq. Frazeoloji birləşmənin sinonimidir. Şad olmaq, bəli, üzü gülməyin mənası şad olmaqdır. Deməli, bu da düz cavabdır. Dövran sürmək, ömür yaşamaq. Ömür yaşamaq frazeoloji birləşmə deyil. Ona görə sinonimi olmayacaq. Hökmranlıq etmək də onun mənası deyil. Deməli, bu da səhvdir. Düzgün cavabımız olacaq 1, 3 və 4. 14-cü sualın izahına baxaq. Doğru fikri müəyyən edin. Deməli, sözün amonim olub olmadığını müəyyən etmək üçün sözün başlanğıc formasına baxmaq lazımdır. Bəli, bu doğrudur. Sözün amonimliyi başlanğıc formaya əsasən müəyyənləşir. O zaman biz kökə baxarıq ki, bizdə sualın şərtində yazılsın ki, sözün kökü amonimdir və yaxud da sözün kökü amonim deyil. Kök ifadəsi verilərsə biz kökə baxarıq. Amma sözün amonimliyi soruşularsa, avtomatik biz sözün qrammatik şəkilçilərini ataraq başlanğıc formasına baxmalıyıq. Deməli, A variantı doğru fikirdir. Digər yanlış fikirləri də oxumağa ehtiyac yoxdur. Keçirik 15-ci sualın izahına. Quru sözünün leksik təhlilinə aid olan fikirləri seçin. Deməli, amonimi var. Doğrudur. Qurumaq feili var. Bir də quru sifəti var. Deməli, amonimdir. Tək mənalı sözdür. Xeyr. Quru adam deyəndə məcazi mənası da var. Deməli, çox mənalıdır. Antonimi yoxdur. Var. Qurunun antonimi yaşdır. Deməli, bu da səhv fikirdir. Çox mənalı sözdür. Bəli, çox mənalıdır. Məcazi mənası varsa, demək ki, çox mənalıdır. İslanmamış sözü ilə sinonimdir. Xeyr. Bu feili sifətdir. Quru sözü isə sifət və yaxud da feil kimi ola bilər. Burada quru sifətinin qarşılığı kimi islanmamış söz ola bilər. Amma qarşılıq hər zaman sinonim demək deyil. Deməli, qarşılıq nitq səsi baxımından müxtəlif ola bilər. Amma sinonim deyirsə, mütləq eyni nitq səsi olmalıdır. İslanmamış sözü feili sifətdir, yəni nitq səsi olaraq feildir. Quru sözü isə sifətdir. Ona görə də 5 aid olmayacaq. Deməli, düzgün cavabımız oldu. 1-ci və 4-cü fikirlər. Cavab olur C variantı. Keçirik 16-cı sualın izahına. 16-cı sualda deyilir ki, alın sözünün leksik təhlilinə aid doğru fikri seçin. Amonim kimi işlənən vəziyyəti yoxdur. Alın sözünün amonim kimi işlənən vəziyyəti var. Alın feilin əmr şəkli olarsa amonim olmayacaq. Çünki burada şəxs onluğu var, qrammatik şəkilçidir. Amma insanın orqanı olan alın, bir də alınmaq feili varsa, bu zaman bunlar başlanğıc formada olacaq. Məsələn, marketdən ərzaqlar alındı. Burada leksik şəkilçi var. Demək ki, alın sözü həm amonim ola bilən, həm də ola bilməyən sözdür. Amonim kimi işlənən vəziyyəti yoxdur deyirsə, səhv deyir, deməli var. Yalnız amoqraf kimi çıxış edə bilir. Amoqraf vurğusuna görə fərqlənən sözlərdir. Alın əmr şəkli feildən digər alın sözü amoqraf ola bilir. Amoqraf kimi yalnız deyil amma. Baxın, yuxarıda qeyd etdiyim bu iki məna amonimdir. Amma bu mənalarla bu üçüncü aşağıdakı qeyd etdiyim tərkib, bunlar amonim deyil. Deməli, amoqrafdır. Amoqraf ola da bilər, olmaya da bilər. Yalnız deyirsə səhv deyir. Sözün heç bir mənasını tərkib hissələrini açmaqla izah etmək olmaz. Yanlışdır. Sadə sözləri tərkib hissələrini açmaqla izah etmək olmur. Düzəltmə və mürəkkəb sözlər tərkibə bölünməklə izah oluna bilir. Ona görə də C yanlış fikirdir. Bunu düzəltmə söz kimi düşünə bildiyimiz üçün C yanlışdır. Söz həm anonim, həm də amoqraf hesab etmək olar. Bəli, bayaq qeyd etdiyimiz kimi həm anonim, həm də amoqraf ola bilir. Düzgün cavab D variantıdır. 17-ci suala baxaq. Hansı frazeoloji birləşmənin amonimi yoxdur? Ürək vermək amonim ola bilər. Bəli,
qiymətdən salmaq amonim ola bilməz. Ürək verməyin amonimliyi bir kiməsə ürək dirək vermək mənasında dəstək olmaq, bir də ürək vermək, könül vermək mənasında, yəni sevmək kimisə. Bu mənada amonimdir. Amonimliyi var. Qiymətdən salmağın amonimliyi yoxdur. Can verməyin amonimliyi var. Bir ölmək, bir də diriltmək mənasında. Bağrı çatlamaq, ölmək mənası var, bir də qorxmaq mənası var. Beli bükülmək, bir qocalmaq mənası var, bir də dərdə düşmək mənası var, dərd çəkmək mənası var. Deməli, hamısı amonim oldu. B variantı amonim olmadı. Düzgün cavab elə bu olacaq. 18-ci sualın izahına baxaq. Demək, vaxt itirməmək üçün birbaşa cavab üzərindən izah eləyəcəm. Yoluxmaq, bir var xəstəliyin yoluxmağı, keçmək mənasında, bir də var kiməsə baş çəkmək demək. Hər iki mənası müstəqil məna olduğu üçün amonimdir. Kürə, kürə bir belə deyək, çörək bişirildiyi bir yer deyək, kürə çörəyi məsələn, kürədə hansı bir yeməklər bişirilir, kənarları kərpiçdən hörülmüş bir soba deyək. Bir də kürə, məsələn yer kürəsi. Qovaq saçdakı kəpəyə deyilir, bir də qovaq ağac növüdür. Başlıq nəyinsə əvvəli, başlanğıcı mənasında başlıq, bir də başlıq sözünün digər mənası 18-ci sualın izahına keçək. Amonimlər cərgəsini müəyyən edin. Vaxt itirməmək üçün birbaşa cavab olan variantı izah eləyəcəm. Yoluxmaq bir mənası baş çəkmək mənası var. Digər mənası da xəstəliyin keçməsi, yoluxması. Kürə, yer kürəsi mənasında, bir də kürə, məsələn, çörək bişirilən kürə, yəni soba kimi bir şey, kənarları kərpicdən hörülən bir soba növü deyək. Qovaq saçda olan kəpək, bir də qovaq ağacı, ağac növü. Başlıq bir var nəyinsə adı, tutaq ki, məqalənin başlığı, sərlövhə mənasında, digər mənası da başa qoyulan geyim növü, başlıq. Belə. Demək, düzgün cavabımız olacaq C variantı. Növbəti suala keçid eləyək. Deyilişi və yazılışı eyni olan, lakin amonim olmayan, müxtəlif nitq səsinə aid olan sözləri müəyyən edin. Demək, deyilişi yazılışı eynidirsə, amoqraf deyil. Çünki amoqrafda deyilişdə vurğu fərqi olur. Demək, bizdə amoforum tələb olunur. Yəni, qrammatik şəkilçi ilə deyiliş yazılış eyniləşmiş olsun. Amonimdə olmamalıdır. Deməli, amonim deyil, amoqraf deyil, amoforumlar soruşulur. Və müxtəlif nitq hissələrinə aid olan. Gəlin baxaq. Dərdim. Məsələn, mən meyvə dərdim. Dərdim sözü feildir. Burada keçmiş zamanlı. Bir də mənim dərdim. Dərd ismi mənsubiyyət şəkilçili. Biri bir olacaq. Qurum amonim sözlü çıxırıq. Gəlin vurğusuna görə mənası dəyişir. Bunu da çıxırıq. Demək, tələffüzü də eyni olmalıdır. Düşüncə, düşüncə. Burada da vurğu dəyişir, çıxırıq. Bir də gəlir sözü. Gəlir indiki zamanlı feil. Bir də qazanc mənasında düzəltmə isim kimi. Cavab olacaq A variantı. Keçirik 20-ci sualın izahına. Hansı cümlədə fərqləndirilən hissə frazeoloji birləşmədir? Deməli, burnunun ucu göynəmək frazeoloji birləşmə ola bilsə də, burada soyuqdan göynədiyi üçün həqiqi mənalıdır. Cavabı ola bilməz. Deməli, özbaşınalığa çevrilir. Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir. Demək, burada da özbaşınalığa çevrilmək deyə bir frazeoloji birləşməmiz yoxdur. Yenə də sarı saçlı günəş gülümsüyürdü. Baxmayaraq ki, məcazi mənadır, amma bu da frazeoloji birləşmə deyil. Günəş gülümsəmək deyə bir frazeoloji birləşməmiz yoxdur. Onun əşyaları dünən şəhərə yola salınmışdı. Deməli, yola salmaq, bəli, frazeoloji birləşmədir. Göndərmək deməkdir. Belə günlərdə heç nə onun könlüncə deyil. Könlüncə deyil, frazeoloji birləşmə deyil. Onun könlüncə frazeoloji birləşmə deyil. Ona görə də cavabımız oldu D variantı. İzah bu qədər. Növbəti videolarda görüşərik. Bəyəndinizsə videonun altına şərh yaza bilərsiniz. Növbəti mövzularda görüşənədək hələlik.